Dekabrın 4-də görkəmli kimyaçı alim, dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan Yusif Məmmədəliyev Elm, İrs, İnnovasiyalar adlı beynəlxalq konfrans öz işinə başlayıb. Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdiyi konfrans görkəmli kimyaçı alim, Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademikin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsinə həsr olunub. Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Sonra akademik Yusif Məmmədəliyevin məzarı ziyarət edilib, xatirəsi ehtiramla yad olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Riyasət Heyətinin binasında keçirilən açılış mərasimindən öncə akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgiyə baxış keçirilib. Mərasimin rəsmi açılış hissəsində çıxış edən Elm və Təhsil Naziri Emin Əmrullayev bildirib ki, Yusif Məmmədəliyevin elmi irsi bugün kimya sənayesində, elmi tədqiqat müəssisələrində və ali təhsil proqramlarında geniş şəkildə tətbiq olunur. Nazirin sözlərinə görə bu çərçivədə akademik Yusif Məmmədəliyevin 120 illiyi münasibətilə elm və təhsil müəssisələrində ölkə ictimaiyyətinə, alimlərə və tələbələrə onun həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verən tədbirlər təşkil olunur. O, Yusif Məmmədəliyev adına müxtəlif tədqiqat qrantlarının, təqaüdlərin və gənc alimləri dəstəkləyən digər alətlərin hazırlanmasının həmin irsin davamlı şəkildə yaşadılmasına mühüm töhfə olacağını qeyd edib. Sonra çıxış edən AMİA'nın prezidenti akademik İsa Həbibəyli 2025-ci ilin Azərbaycan elmi ictimaiyyəti üçün bir çox tarixi faktlarla əlamətdar olduğunu söyləyib. AMİA rəhbəri bugün Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin qeyd edildiyini söyləyib. Akademik İsa Həbibəyli Azərbaycan elminə, alimlərinə, onun tarixi şəxsiyyətlərinin irsinə, elmi nəsillərin yetişdirilməsi ənənəsinin davam etdirilməsinə daim göstərdiyi diqqətə görə konfrans iştirakçıları adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. Akademik Yusif Məmmədəliyevin elmi irsinin daim ölkəmizin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini deyən akademik İsa Həbibəyli, ümumili lider Heydər Əliyevin alimin heykəlinin açılışında iştirak edərək geniş nitqlə çıxış etdiyini, Prezident İlham Əliyevin isə akademikin 120 illik yubileyi ilə bağlı sərəncamında onu Azərbaycan elminin yetirdiyi parlaq sima və Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alim kimi səciyyələndirdiyini vurğulayıb. Daha sonra çıxış edən Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov Yusif Məmmədəliyevin həyatı barədə maraqlı məqamları konfrans iştirakçılarının diqqətinə çatdırıb. Yusif Məmmədəliyevin mədəniyyətə bütün ruhu və varlığı ilə bir insan olduğunu deyən Rafael Hüseynov, akademikin Bülbül, Səməd Vurğun, Üzeyir Hacıbəyli kimi böyük mədəniyyət xadimləri ilə yaxın, mehriban dostluq münasibətlərindən danışıb. Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev bildirib ki, Azərbaycan ictimai və intellektual mühitində akademik Yusif Məmmədəliyevin timsalında onlarla bəlkə də yüzlərlə dünya şöhrətli alim yetişir və Azərbaycan xalqı artıq dünyanın elm mərkəzlərindən birinə çevrilir. Konfrans iştirakçılarını salamlayan AMİA'nın müxbir üzvü akademik Yusif Məmmədəliyevin qızı Sevdan Məmmədəliyeva Ulu Öndər Heydər Əliyev tərəfindən alimin xidmətlərinin hər zaman yüksək dəyərləndirildiyini, bugün də Prezident İlham Əliyev tərəfindən akademikin xatirəsi və irsinə daim həssas münasibət göstərildiyini xüsusi vurğulayıb. Konfransın əhəmiyyətinə toxunan Sevdan Məmmədəliyeva çıxışında yubiley konfransının bütün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Çıxışlardan sonra akademik Yusif Məmmədəliyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş sənədli filmdə nümayiş etdirilib. Daha sonra bir sıra yerli və xarici alimlər AMİA'nın Yusif Məmmədəliyev döş nişanı və AMİA 80 döş nişanı ilə təltif ediliblər.